68-ci suala baxırıq. Baxın 68-ci sualda mütləq ofdan əvvələ baxırsınız. Sizi bura maraqlandırmasın. Bu düzəmdədir, bu sizi çaşdıra bilər, götürüb bizə yaza bilərsiniz. Amma olmaz. Ofdan bir dənə əvvələ baxırsınız. Dizayn nə? Dizayn təkdədir. Ona görə bu gedir, bu gedir, bu gedir. Qalır ya bu, ya da bu. Bir dənə buna baxın. Belong to feildir. Bunlardan hansı özündən əvvəl feil istəyir? Bu, yoxsa bu? Təbii ki, C. 69. Yenə baxın, ofdan bir dənə əvvələ baxdıq. Style, yəni stil. Bu getdi, bu getdi. Qaldı bu. Belonged yenə feildir. Özündən əvvəl hansı feil istəyir və kişi cinsində olsun? Olur D. Çünki burada theirs özündən sonra heç nə istəmir. Burada isə them var, kişi cinsi deyil, ümumi cəmli bildirir, ona görə olmaz. Keçdik 70-ə. Baxın, yenə not only but also gəlir. Biz we-yə yox, village-ə veririk. Çünki bizim mövzumuz we-dən deyil. Yəni bununla danışmırıq, bu getdi. Əsas mövzumuz village-dəndir. Village təkdədir, yoxsa cəmdədir? Təkdədir. Ona görə itself, bir də bu itself, yəni A, Y, C gedir. Baxırıq, görürük ki, nöqtədən sonra isim gəlib. İsim gəlibsə və söhbət village-dən gedirsə, özündən sonra hansı isim tələb edir? D. Çünki it burada özündən sonra feil tələb edir. Ona görə bizə lazım deyil. Gəldik 71-ə. Baxın, 71-də 2 dənə boşluq var və it itslə bağlıdır. Biz bilməliyik ki, birinci boşluğa çox vaxt it is qoyuruq. Çünki to be ilə başlayır cümlə. It is, bu da olardı. Prosta tez hərəkət elədim. Yəni bu olmaz, bu olmaz. Bu olar, bu olar, bu da olar. Çünki baxın, burada it is language olmur. Burada da itdən sonra bizə feil lazımdır. Olmaz. Bu da olmaz. Elə variant C qalır. 72. 72-də baxırıq ki, I love my nature and try to protect it. Çünki niyə? Bu biraz fərqlidir digərlərindən.